Salam, hər vaxtınız xeyir olsun. Murad Rəşidovun ədəbiyyat test vəsaitindən Məhəmməd Hüseyn Şəhriyarın seçilmiş əsərləri ilə bağlı olan testlərin izahına baxırıq. Nöqtələrin yerinə yazıla bilməz. Şəhriyarın Türkün dili şeirinin lirik qəhrəmanı, fikir verin lirik qəhrəmanına aid olan fikirlərə diqqət yetirməliyik. Və deyir, yazıla bilməz. Dilimiz barəsində şovinist dairələrin böhtanlarını cavabsız qoymamışdır. Bəli, bunu biz doğru götürə bilərik, yəni yazıla bilməz ifadəsi deyil. Gəlin biz əvvəlcə doğruları, yanlışları tapaq variantlardan, yəni fikirlər arasına. Sonra baxarıq yazıla bildiyinə və bilmədiyinə. Ana dilimizin sıxışdırılması bu dildə danışmağın qadağan edilməsinə qarşı hiddətlənmişdir. Bəli, təhlil hissəsində yazılan cümlələrdir. Bu dildə yaranan əsərlərdən digər xalqların da bəhrələndiyi nəzərə çatdırılır. Bu da doğrudur. Yəni fars şairlərinin də çox sözlərini bizdən apardığı vurğulanır. Şair olmaq üçün ananın səni şair doğmasına ehtiyac yoxdur fikri bəyan edir. Xeyr, deyir ki, şair ola bilməzsən anan doğmasa şair. Yəni şairliyin meyarı odur ki, sən elə bünövrədən, anadan şair doğulmalısan. Fikir yanlışdır. Bu dilin calaq sevmədiyini, lakin başqa dilə qatılarsa daha zəngin olacağını vurğulamışdır. Bu da yanlışdır. Deyir ki, bu dil calaq sevmir, özgə dilə qatsan bu əsil dil, əsil olmaz. Deməli 4 və 5 yazıla bilməz. Cavab oldu B variantı. Türkün dili bədii əsəri ilə bağlı doğru fikri müəyyən edin. Ana dilimizin sıxışdırılması əleyhinə yazılmışdı. Bəli, bu fikir İnsan həyatına laqeydlik şairi dərindən sarsıdır. Ümumiyyətlə, belə yada saxlayın ki, bu şeirdə təkcə qaldırılan problem ana dili məsələsi deyil. Həm də bu problemin yanında ikinci bir problem də göstərilir. Uşaqların acından çubuğa dönməyi, yəni çox arıqlamağı, ərbablarının da yəni yeməyi, içməyi bu məsələlər var idi. Amma İnsan həyatına laqeydlik şairi dərindən sarsıdır. Dərindən sarsıtma məsələsi var idi. Laqeydlik bu hissələrə çox dərindən yəni nəzər salınmayıb. Yəni bunu qabartmağa çalışmayıb burada şair. Əsas onun yəni nəzər saldığı hissə dil məsələsidir. Ana dilinin sıxışdırılması əleyhinə yazılmağı. Cəhalətin hökm sürdüyü aləmdə elm marif əhlinin niyə yaradıldığına etiraz var. Neylədin ilahi satirasına yəni aid olan fikirdə, elə B-də yazılan fikirdə. Satirada milli bəşəri problemlər qovuşur. Bəşəri problemlərin qovuşduğunu məsələn görmürük. Çünki bu aid yenə də neylədin ilahi satirasına. Şair cəhalətdən xilas yolunu səbr etməkdə görür. Bu da yanlışdır. Belə bir fikir Türkün dili şeirində yoxdur. Cavab oldu A variantı. Türkün dili bədii əsəri ilə bağlı doğru fikirləri müəyyən etməliyik. Şah dövründə ana dilimizin sıxışdırılması şairi hiddətləndirir, fikir doğrudur. Türkün dili şeirinin yaranmasının ana dilimizin sıxışdırılmasından başqa digər bir səbəbi yox idi. Bu yanlışdır, çünki burada bayaq qeyd etdiyim kimi varlı yoxsul təbəqə arasındakı müqayisə də göstərilir. Yanlışdır. Şair bu dildə yaranan kamil sənət əsərlərindən digər xalqların, onların sənətkarlarının bəhrələndiyini özünə məxsus məntiqlə diqqətə çatdırır. Bu fikir doğrudur. Şairin qənaətinə görə Azərbaycan dili əsl ana dili kimi bu dildə İranın bütövlüyünü qorumaq şərti ilə bu dildə danışanlar üçün əzizdir. Xeyr, bu yanlışdır. İranın bütövlüyünün qorunması məsələsi və s. bunlar yox idi. Deməli, doğrudan doğru 1, yanlışdan yanlış 4. Çünki doğru uyğun fikirlər istəmişdi bizdən. Cavab olacaq C variantı. Keçirik 4-cü testə. Nöqtələrin yerinə yazıla bilməz. Türkün dili şeirində türk dili əsl ana dili kimi bu dildə danışanlar üçün əziz və istəklidir və başqa bir testdə qarşınıza çıxsa ki, Türkün dili, ümumiyyətlə Türk dili, ana dili hər kəs üçün əzizdir. Bu yanlışdır. Çünki başqa bir dövlətin nümayəndəsi üçün Türk dili əziz ola bilməz. Yəni bu ancaq Türk dilli dövlətlər üçün, Azərbaycanda yaşayanlar üçün daha əzizdir. Və s. Calaq sevmir, bəli. Bu fikir də doğrudur, yəni calaq sevməməyi. Sonra millət qəmi olmadığı üçün çocuqlar çöpə dönüb. Millət qəmi olmadığı üçün türk dilinə aid olan fikir deyil. Fikir verin. Yəni bu ifadə 3 özü ayrılıqda doğrudur. Şeirdə də var, amma türk dilinə aid olan məsələ deyildi də. Bu əsərdə nəzərə çarpdırılan digər problemdir. Yəni 3'ü buna görə yanlış götürürük. Başqa bir dilə qatılmaq onun təbiətinə yaddır. Bu da doğrudur. Bölgüsü bütöv söz prinsipinə əsaslanmır. Şeirin forma xüsusiyyətidir. Bizdən istəyir ki, şərtdə türkün dilinə aid olan xüsusiyyətlərə əsasən yəni diqqət yetir. Elə tap cavabı. Ona görə də bunu da yanlış götürəcəyik. Uyğun deyil, yəni yazıla bilməz. 3 və 5 cavab oldu D variantı. Çox diqqətli olun belə tip testlərdə. Yəni şeirin əsas mahiyyətini, forma xüsusiyyətini nəyinisə soruşmur. Deyir ki, sırf türkün dilinə aid olan cəhəti seç və yaxud da sırf lirik qəhrəmana aid olan və yaxud da olmayan cəhətləri seç. 5-ci testə baxırıq. Türkün dili lirik növdədir. Sonra yəni fikir deməli doğrudur, bizə də lazımdır doğru fikirlər. Folklor nümunələrindən istifadə edilmişdir, bəli. Məsəllərdən göstərilir ki, deyir xan yorğanı kənd içrə məsəl dili mitil olmaz. Türk dilinin qarışıq qəbul etmədiyini, ipək və keçi tükü vasitəsilə məntiqi açıqlaması verilmişdir, bəli, doğrudur.
Sonra şair türk dilini sıxışdıranlara cavab olaraq bülbül və qəfəs vasitəsilə öz fikrini poetik dillə ifadə edib. Bəli, deyir, bülbülü salsan qəfəsin içinə ötməz, oxumaz. Deməli doğrudur. Şair dünya mədəniyyətinin bir parçası olan dillərin bir-birinə söz verib söz almasını obrazlı şəkildə ifadə edib, söz verib söz almasını demir. Sırf bizim dildən söz götürüldüyünü vurğulayır. Düzdür. Biz şairləri bizdən aparıb sırf bunu qeyd eləyir. Başqa dildən alıb verdiyimiz sözlərə toxunulmur. Şair Sabir timsalında türk şairlərinin başqa dilin sözlərindən məharətlə istifadə etdiyini vurğulayıb. Əksinə, deyir ki, Sabir kimi bir süfrəli şair paxıl olmaz. Yəni Sabirin ana dilindən olan sözlərdən istifadə edir fars şairləri. Bunu qeyd edir, bunu nəzərə çarpdırır. 4 və 5 yanlış fikirlərdir. Bizdən də nə istəyir? Klasteri deyir, tamamlayın. 4 və 5-i çıxırıq variantlardan. 1, 2, 3-ü də götürürük, çünki 3 doğrudur. Yəni, yalnız 1, 2 variantını da yanlış seçmiş olacağıq. Türkün dili bədii əsəri ilə bağlı doğru fikri müəyyən edin. Şair alınma sözlərin şeirdə işlədilməsinə qarşı etiraz edir. Bəli, bu fikir doğrudur. Etiraz edir. Amma dediyini özü də əməl etmir. Çünki bu da təbii ki, onun yaşadığı yerlə bağlı idi. Cənubi Azərbaycanda yaşayırdı və istər-istəməz yaşadığı mühitin o sözlərindən istifadə etməyə məcburdur bu insan. Və biz onu qınamırıq, amma özü də dediyini özü də əməl etmir. Alınma sözlərdən istifadə olunan şeiri oxuyanların yorğun və əzgin olduğunun məntiqi açıqlamasını verir. Bəli. Bu fikir də doğrudur. Şairə görə şeirdə duyğu, hiss, şəfqət və ürək incəliyi bir-birinə qarışmalıdır. Bu fikri doğrudur. Ümumiyyətlə şeirdə bir neçə məqamın meyarı açıqlanıb. Məsələn, əsl insanlığın meyarı açılıb. Deyir ki, insan odur ki, tutsun bu zəlil xalqın əlindən. Yəni, əsl insan təkcə özünü düşünməz, xalqını da düşünər. Şairliyin meyarı verilib. Deyir ki, əsl şair anadan şair doğulmalıdır. Şeirin meyarı verilir. Deyir ki, əsl şeir duyğu, hiss, şəfqətlə, ürəyin incəliyi, çırpıntısı, duyğusu, yəni hissləri ilə qarışmalıdır. Bunları qeyd edir. 3 də doğrudur. Şairə görə şair olmaq üçün anan səni şair olaraq dünyaya gətirməlidir. Bu da doğrudur. 1, 2, 3, 4. Hüseyn Cavidin ana, Şəhriyarın Türkin dili, Vəzirovun Müsibət Fəxrəddin əsərləri üçün ortaq olan fikri müəyyən edin. Cəhalət tənqid olunur, Türkin dilində yoxdur. Dilə qarşı mənfur siyasət tənqid olunur. Müsibət Fəxrəddində bu yoxdur. Lirik ünsürdən istifadə edilib. Ana əsərində lirik ünsürə rast gələ bilmirik. Türkün dilində, məsələn, lirik ünsürdür elə. Türkün dili şeiri özü lirik ünsürdən ibarətdir. Və orada epik ünsürdən də istifadə edilib, çünki məsələ toxunulmuşdur. Ana əsərində isə Hüseyn Cavidin anasında biz lirik ünsür görürükmü? Nəğmə yoxdur, sonra nəğmələrdən görmürük. Mahnı, sadəcə orada İsmətin qarmon çaldığı göstərilir. Bu da təbii ki, mahnı deyildi. Başqa burada lirik ünsürə mənə elə gəlir ki, rast gəlmir. Bayatı da yoxdur. Deməli, uyğunluq təşkil eləmir. Folklor nümunəsindən istifadə edilib, bəli. Ana əsərində, məsələn, var idi. Obrazların dilindən deyilir ki, daldan atılan daş topuğa dəyər. İzzətin dilindən səsləndirilir. Türkin dili şeirində də xan yorğanı, kənd içrə məsəldir, mitil olmaz. Müsibət Fəxrəddin əsərində də kötan nə bilir qayış nə çəkir. Çünki oldun dəyirmançı, çağır gəlsin Dənkoroğlu Cahangirin və yaxud da Fəxrəddinin dilindən səsləndirilən belə folklor nümunələri var. Cavab oldu D variantı. Xalq yolunda əzmlə çalışan obraz yer alıb, Türkin dilində belə bir fikir yoxdur. Türkin dili əsərinin təhlili ilə bağlı deyil. Şair türk dillərindən digər xalqların sənətkarlarının da bəhrələndiyini vurğuluyur. Bəli, bu fikir doğrudur. Deyir ki, bağlı deyil. Əsər tərənnüm əsasında yazılıb. Bu ifadə yanlışdır. Tərənnüm əsasında yazılmayıb. Çünki burada bir pafos, bir şikayət məzmunu var. Şairə görə bu dildə yazıb yaradanlar onun təmizliyini, saflığını qorumağa borcludular. Bəli, doğrudur. Bu təkcə o dövrdə dövlətin yeritdiyi ədalətsiz siyasətə qarşı etirazla bağlı idi. Təkcə dilə yeritdiyi siyasətə bağlı deyildi. Təkcə o dövrü də nəzərdə tutmur. Ümumiyyətlə bu şeir bütün dövrlərdə, yəni türk dilinin gözəlliyini ifadə edən şeirdir. Düzdür, hiddətlənərək yazıb, yəni şahlıq dövrünün siyasətini hiddətlənərək yazıb. Amma indiyə qədər əgər biz bunu oxuyuruqsa, biz ondan feyziyab oluruqsa o şeirdən, deməli türkün dili şeiri istənilən dövrdə türk dilində danışan, türk dili deyərkən, yəni Azərbaycan dilində türk dili qrupu ailəsinə daxildir. Yəni bu dildə danışanların hər biri üçün bu şeir doğmadır, əzizdir. Bu ifadənin bir tərəfi, digər tərəfdən də yeritdiyi təkcə, yəni bu məsələlər öz əksini tapmamışdır. Dil məsələsi deyildi, həm də aclıq səfalətin də orada öz əksini tapdığı vurğulanır. 4-ü də yanlış götürəcəyik. 2 və 4 cavab oldu A variantı. Şəhriyarın Türkin dili əsərinin forma xüsusiyyəti hesab edilə bilməz, cüt-cüt qafiyələnmişdir. AA, BB, CC, axı məsnəvi deyil bu şeir. Deməli, cavab ilə oldu A variantı. Son misrada şair təxəllüsünü qeyd etmişdir. Şəhriyar, bəli, onun təxəllüsüdür. Bu ifadə doğrudur. Sonra əruz vəznində yazılıb. Bu da doğru. Ana dilində qələmə alınmışdır, bəli.
Bölgü bütöv söz prinsipinə əsaslanmayıb? Bəli, bu da doğrudur. Cavab olacaq A variantı. Şəhriyarın türkin dili əsərini yazmağının səbəbi Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın təzyiqlərə, baskılara məruz qalması bu deyildi. Şah dövründə ana dilimizin sıxışdırılması, bu dildə danışmağın qadağan edilməsi bəli, ola bilər. Azərbaycan dili əsl ana dili kimi bu dildə danışanlar üçün əziz və istəklidir. Bu sadəcə türkün dili şeirindən çıxan bir fikirdir, tezisdir. Yəni səbəb deyil daxı. Buna görə yanlışdır. Əsər ilk növbədə dilinin aydınlığı, yerinə düşən sözlərin seçimi ilə diqqəti çəkir. Əsərin təhlilinə aid olan cümlədir, səbəb deyil. Dilimizin zənginliyi tərənnüm edilib zənginliyini göstərir. Bu da şairin niyyətidir, yəni səbəb bu deyildir. Əsas o səbəb B variantında yazılan cümlədir. Bu dildə yazıb yaradanlar onun təmizliyini, saflığını qoruyub saxlamaq borcludular fikri aşağıdakı hansı beytdə daha çox öz əksini tapmışdır? Deməli, baxaq, öz ləfsini farsı ərəbə qatmasa şair təmizliyini qoruyub saxlamaq məsələsi burada yox idi. Ötməz oxumaz bülbülü salsan qəfəs içrə. Bu da dilin qabağına sədd çəkilmək məsələsinə toxunulub. Türkün dili tək sevgili, istəkli dil olmaz. Ayrı dilə qatsam bu əsil dil əsl olmaz. Bəli, sən deyir bu dilin əsilliyini, təmizliyini, saflığını başqa dillərdən sözlər alıb qatmaqla, yəni qarışdırmaqla poza bilməzsən. Dilin deyir əsilliyini əlindən almış olarsan həmin vaxt. Şair ola bilməzsən, burada da şairlik meyarıdır. Fars şairinin bizdən sözlər aparmasını burada da diqqətə çəkmiş olur. Cavab olacaq C variantı. Klaster əsasən uyğunluğu müəyyən edin. Yazılı ədəbiyyat nümunəsidir. Hər ikisi türkün dili də, ana da bura yazıla bilər. İndi gəlin baxaq görüm hansı doğru olacaqdır. Folklor nümunəsinə yer verilib, hər ikisində bu məqam var. Unudun sxemi. Bax burada sxemi unutduq biz. Bu tip testləri yazmaq üçün deyirəm. Gəlin uyğunlaşdıraq. Sadəcə uyğunlaşdırırıq. Folklor nümunəsinə yer verildi. A-nın B-nin qabağına yazdıq. C. Danışma və hərəkət vəhdətdə verilib. Yalnız ana faciəsinin öz əksini tapıb, çünki bu dram əsəridir. Türkün dilində belə məqam yoxdur. Cüt-cüt qafiyələnib, heç biri axı məsnəvi deyil. İstəsəniz bu eyni də buralara yazıb, belə üstündən xat çəkə bilərsiniz, çaşmamaq üçün. Yəni eyyə də baxdınız. Əruz vəznində yazılıb, yenə də hər ikisi. İndi diqqət yetirin. Mən əgər 1-ə A yazsam, 2-yə C yeni yaza bilərəm. Var belə bir variantım, yeni yazmıram. Yəni yerin üstünə xat çəkdim. Bircə dənə C yazıram. Əgər 1-ə A yazsam, bircə dənə C, belə variant yoxdur. 1-ə B yazsam, 2-yə C, D, F yazmalıyam. Varmı belə bir variant? 1-ə B yazım, daha doğrusu 1-ə B yazım, 2-yə də C, D, F yazım. Yoxdur. Belə bir variant da yoxdur. Yəni yarım çıxdı. Deməli, mən nə etməliyəm? Variantlara əsasən davranıramsa, 1-ə A, B-nin hər ikisini yazıram və 2-yə onların ikisi üçün də ortaq olan cəhəti yazıram. İkisi üçün ortaqdır 2 dənə C variantımız və bir də F-lər. C və F. Cavab oldu A variantı. Uyğunlaşdırmanı edəndən sonra mütləq şəkildə variantda tapdığınız bu F, A-ları uyğunlaşdırmağa çalışırsınız. Yəni varianta əsasən baxırsınız sonra da. Şəhriyarın türkün dili şeiri ilə bağlı uyğunluğu müəyyən edin. Şairlik anadan gəlmə bir istedaddır. Bu doğrudur, qabağında doğru yazılıb. Şeirsiz sənət də cəhənnəm kimidir ifadəsi. Belə bir ifadə əslində burada səsləndirilməyib. Qabağında amma yəni doğru yazılıb. Yəni bu ifadə ona görə yanlışdır. İkinci variantdan çıxa bilərik. Sonra biri doğru götürdük, bir hamısında var. Var-dövlət düşkünləri əsl sənəti anlamazlar. Belə bir fikir yəni yoxdur. Qabağında yanlış yazılmağı da doğrudur. 3-ü də götürdüm cavab kimi. 3 olmayanları çıxdım. Bir çox xalqların şairləri türk dilində yaranan əsərlərdən bəhrələniblər. Bəli, doğrudur. Bu da doğru. Türk folkloru dünyada təkdir. Bu doğrudur. Qabağında isə yanlış göstərilib. Deməli, uyğunluq 1, 3, 4-də özünü göstərmişdir. Türkün dili bədii əsəri ilə bağlı yanlış fikirləri müəyyən edin. Məsnəvi formasındadır. Məsnəvi formasındadır sözü elə yanlışdır. Bunu çıxdıq. Deməli, yanlışları seçdiyimiz üçün biri variantda götürməliyik. Şeirdə tək dil məsələsi yox, həm də həmin dövrün siyasi rejimin yaratmazlığı da sərt tənqid edilmişdir. Siyasi rejimin yaratmazlığı məsələsi axı burada yox idi. Dil tək dil məsələsi deyildi. Yəni uşaqların aclığı da var idi, amma siyasi rejimin yaratmazlığı sərt tənqid edilmişdir ifadəsi yanlışdır. Baxın, burada bir sərt tənqid edilmişdir ifadəsi var. Buna da biz yanlış deyəcəyik. Deməli, 2 yanlış. 1-2-ni götürdük cavab kimi. Sonra şeir mənəvi varlığımız olan dilimizə qarşı qoyulan məhdudiyyətlərə qarşı yazılıb, doğrudur, təhlildə keçən cümlədir. Bütün beytlərində bədii sual və bədii xitab işlənib, bu da yanlışdır. Belə bir cümlədə fikir də yoxdur. Hər bir azərbaycanlı bu dili göz bəbəyi kimi qorumalıdır, doğrudur. Deməli, yanlışlar oldu 1, 2 və 4. Cavab oldu A variantı. Bizdən də yanlışları istədiyi üçün. Dilin inkişafına mane olmaq, ləngitmək mümkünsüzdür. Bəli, bu fikri biz doğru götürəcəyik. Yəni, şeirdən çıxan nəticədir. Ərbablar da sərt tənqid olunur. Şeirin özündə öz əksini tapan məqamdır, amma çıxardığımız nəticə deyil.
Sonra bu dildə yaranan folklor nümunələri də zəngindir. Bəli, şeirdən nəticə olaraq biz bunu çıxarış edə bilərik. Çünki deyir ki, türkün folkloru dünyada təkdir. Tək olan folklor həm zəngindir, həm mükəmməldir, hər tərəfli gözəldir deməli. Nəticə olaraq çıxartdıq. Ciddi mətləblərə toxunulmuşdur, bəli. Bunu da biz doğru götürməliyik. Çünki şeiri bitirəndən sonra görürük ki, burada həm dilin sıxışdırılması məsələsi var, həm burada varlı yoxsul təbəqənin müqayisəsi məsələsi var. Deməli, ciddi mətləblər öz əksini tapmışdır. Qədim tarixə və ədəbiyyata malik deməli, xalq yaşayırsa, dili də yaşayacaq və inkişaf edəcək fikri öz əksini tapmışdır. Deməli, 3, 4 və 5 cavabımız oldu D variantı. Türkün dili şeiri ilə bağlı Eyler-Venn diaqramına uyğun fikirləri müəyyən edin. Bu Şəhriyarın təbii kimi çinməli çeşmə, yəni sonuncu beyt, sözlər də cavahir kimidir əsli bədəldən. Deməli, təşbih hər ikisində olacaqdır, çünki Şəhriyarın təbii kimi özünü bənzətdi, öz təbini və sözləri də cavahirə bənzətdi. Deməli, birin yeri yanlışdır və bizdən deyir ki, diaqrama uyğun fikirlər. Biri çıxdıq cavabdan. Rədif işlənmişdir. Rədif zirzibil olmaz, sərsəbil olmaz ifadələri burada olmaz o sözləri var. Amma 2-ni yazıb bir tərəfdə. Deməli, bu da yanlışdır. 2-ni də yanlış olaraq götürdük. Qafiyələnmə sistemi qitənin ilk beyti kimidir? Qitənin ilk beyti bəli. Ortada yazılmağı doğrudur. Çünki qitənin beytləri bir-biri ilə həm qafiyə təşkil etmir. Deməli, D oldu doğru. Türkün dili şeirinə əsasən yanlış fikirləri müəyyən edin. 2 fərqli beytdə müraciət var. Deyir ki, missən abalam hər sarı köynək qızıl olmaz. Bir də məndən də deyir, nə zalım çıxar oğlum, nə qisasçı, oğlum missən abalam. Deməli, bu doğru. Türkün məsəlinə əsasən xanın yorğanı mitil olmaz, doğrudur. Xan yorğanı kənd içrə məsəldir, mitil olmaz. Türkün məsəlinə əsasən bəy verən atın dişinə baxmazlar. Xeyr, bunu qeyd eləmir. Az öncə söylədiyim məsəl burada çəkilmiş olur nümunə kimi. 3-ü deməli yanlış götürdük. Türkün məsəlinə əsasən xəşilin gərək doşab mütləq olsun, xəşilin doşabı. Belə bir cümlə bəli göstərilir. Orada doğrudur. Məsələlərə yer verilib. Şairə görə hər sarı rəngdə olan qızıl deyil, bəli. Missən abalam deyir, hər sarı köynək qızıl olmaz. Bu ifadə səslənir. Həm də buradan belə bir tezlisə çıxır ki, gördüyümüz, yəni kənardan görünən bizi yanılda bilər. Hər gördüyümüzə gərək aldanmayaq. Bu fikirlər də öz əksini tapıb həmin misrada. 5 də doğrudur. Bircə dənə 3 burada yanlışdır. Keçirik 18-ci testə. Türkün dili şeirinə əsasən doğru fikir müəyyən edin. Şair öz təbini çinməli çeşməyə və cənnətdəki bulağa bənzədib. Bu doğrudur. Şairə görə sözlər də cavahir kimi cilalanmalı, seçilməlidir. Doğru. Şair qədim mədəniyyətə malik bir xalqın dilini daşda, dağda doğulmuş dəli ceyrana bənzətməklə onu inkişafdan saxlamaq olmaz fikrini önə sürür. Doğrudur. Şairə görə dili qəfəsdə saxlayıb inkişafını ləngidənlərin yaratmaz siyasəti iflas olacaq. Baxın, bu hissə yanlışdır. Şeirdə müraciət yoxdur ifadəsi yanlışdır. Çünki özünə müraciət olmasa da missən abalam, oğlum ifadələri ilə müraciətlər səsləndirilmiş olur. 1, 2, 3 doğru cavabdır. 19-cu test. Şeirdə ciddi mətləblərə toxunulub, bəli, doğrudur. Taley yüklü problemlər qaldırılmışdır. Bunu da doğru götürdük. Əsərdə həm də bunların həlli yolları göstərilməmişdir ifadəsi yanlışdır. Çünki deyir axı, insan odu tutsun bu zəlil xalqın əlindən. Sən əgər xalqın əlindən tutarsansa, yəni bu problemlər həllini tapacaq. Şeir ideya baxımından zəngindir, bəli, məcazlar orijinallığı ilə seçilir, doğrudur. Şeirdə eyni bir sözün təkrarı fikrin daha qabarıq ifadəsinə imkan yaradır, bəli, istifadə edilmişdir. Deməli, 1, 3, 4, 5 doğru cavabdır. Cavab olur D variantı, 20-ci test. Heydər Babaya salam. Şairin xatirələrinə geniş yer verilmişdir, bəli, bu doğrudur və mənim çox sevdiyim əsərlərdən biridir. Həssasdır. Düşünürəm ki, bütün oxucular Heydər Babaya salam poemasını sevərək oxuyurlar. Məmməd Rahimə məktub şəklində yazılmayıb, yəni bu yanlışdır. Şair poemanın hər iki hissəsini Təbrizdə yazmışdır, yanlışdır, Tehranda da yazmışdır. Bəndlərin hər biri ayrılıqda bir xatirəni əks etdirən bitkin bədii vahid təsiri bağışlayır, doğrudur. Şairin poemada toxunduğu problemlər say etibarilə çox olmasa da əhatə etdiyi mətləblərin çəkisi ağırdır. Say etibarilə çoxdur. Burada çox problemlərə, bahalıq, həkimsizlik, yəni pulsuzluq, hər şeyə yəni toxunulub. Poema çağdaş bədii fikir tarixinin mirvarisidir, bəli, bu doğrudur. Deməli, 3 və 5 bizim doğru fikrimizdir. 21. Heydər Babaya salam poeması ilə bağlı uyğunluğu müəyyən edin. Sadə formada anlaşıqlı bir dildə yazılmışdır. Bu doğrudur. Sadə formada anlaşıqlı dildədir. Birinci hissəsi 79, ikinci hissə isə 49 bənddən ibarətdir. Bu yanlışdır. Bu ifadə yanlışdır. Heydər Baba şairin xatirələrində dərin izlər buraxıb, fikir doğrudur. Şair əsərdə təbiət lövhələrini, ana yurdun bütün gözəlliklərini əlvan boyalarla əks etdirmişdir, doğrudur. Bir dənə uyğunluq burada birinci fikir gözəsini yəni göstərib, digərləri isə yanlış tərəfdə verildiyi üçün götürmürük. Cavab oldu C variantı. Heydər Babaya salam poemasında şair nəyin təsvirində böyük ustalıq nümayiş etdirir? Psixoloji anların,
Bəli, bunu biz doğru götürə bilərik. Ustalıq nümayiş etdirir. Çünki orada baş verənlərin, uşaqlığında gördüklərinin hər birini bizə həssas sözlərlə çatdırır. Təbiət lövhələrini bəli, gözəlliyini bizə çatdıra bilir. Toponimik məqamları yəni ustalıqla bütün o ümumiyyətlə bu əsərin hər bir nöqtəsi ustalıqla yazılıb, həssas cümlələrlə yazılıb. Amma ustalıq nümayiş etdirir, toponimik məqamlar o qədər də çox diqqət yetirilməyib burada. Düzdür, adlar verilir, adların bir neçəsi çəkilir, amma əsas məsələ bu deyildi. Etnoqrafi məqamların bəli, xalq adətləri göstərilir. Zonomik məqamlar da elə də üstünlük təşkil eləmir. 1, 2 və 4 etnoqrafik, yəni xalq adətləri, ənənələri öz əksini tapmışdı. Aşağıdakı xüsusiyyətlərin azı, bir də onu demək istəyirəm ki, bu poemada həm etnoqrafik, həm də psixoloji məqamlar var. Psixoloji ona görə ki, qayıdır əvvələ, yəni başına gələnləri, uşaqlığını bizə həssas cümlələrlə, obrazlı şəkildə çatdırmağa çalışır müəllif. Etnoqrafik də ona görə ki, o uşaqlığında Novruz bayramının keçirildiyinə toxunur və bu adəti göstərir. Novruz adətlərini bizə sadalayır bir-bir. Yumurtanı deyir, bəziyirdik, oynayardıq və s. Aşağıdakı xüsusiyyətlərin ən azı üçünün aid olduğu əsər haqqında doğru fikirdir. Təbiət hadisələri, təbii gözəllikləri əsərdə geniş əksini tapmışdır. Novruz bayramının keçirilməsi, nəzmlə yazılması, lirik ünsürdən geniş istifadə edilir. Validət Heydər Babaya salam poemasından gedir. Gəlinini diqqət yetirək. Əsərdə doğma yurdla bağlı arzular ifadə edilib, doğrudur. Əsər vəznin ləngərlənən, dalğalanan bəhrində yazılıb. Bu ümumiyyətlə heca vəznində yazılıb. Qafiyə sistemi ikinci bənddən sonra bu şəkildə qafiyələnmir. Dövrün bütün tələblərinə tabe olan qəhrəman cismani ölür. Belə bir fikir yoxdur. Xalqın düşünən beyni son anda oğlu tərəfindən xilas edilir. Yəni, bu da yanlışdır. Cavab olacaq A variantı Heydər Babaya salam. Poema ilə bağlı düz fikirləri müəyyən edin. Kənd adamlarının həyat tərzi, məşğuliyyəti əsərdə təsvir edilib. Bəli, xırdalığına qədər bunların təsvirini görürük. Kəndlilərin ağır şəraiti, həyat şəraiti işıqlandırılıb. Bəli, doğrudur. Kəndli deyir, yazıq, yəni çörək tapmır yeməyə. Uşaqlar da gedib deyir, başqa yerdə işləyirlər ki, bəlkə orada deyir qəndi tapıb dişləyə. Sonra qarğış tökür ərbablara, deyir ki, sizin bərqiz, yəni işığınız qalsın andıra. Yəni bu cümlələri qeyd edir. Çünki kəndlilər əzab-əziyyətlə yaşayırdılar. Bu da öz əksini tapıb poemanın ikinci hissəsində. Daha kəskindir, konkretdir problemlər. Ciddi siyasi problemlər öz əksini tapıb, ictimai, bu doğrudur. Sonra xalqın taleyində sarsıdıcı rol oynayan faciəvi hadisələr də işarə edilmişdir, ikiyə bölünmə. Şair dövlətin farslaşdırma siyasətinə etiraz edir. Bu fikir yəni yanlışdır. Farslaşdırma siyasətinə etirazı ümumiyyətlə varsa belə çox yəni mətnaltı şəkildə getmiş olur. Əsas yəni mahiyyət bu deyildir. Sonra götürək biz indi doğru fikir kimi 1, 2, 3 və 4-ü. 1, 2, 3 və 4-ü götürmüş olarıq. Yəni Y variantını. Heydər Babaya salam poemasında fikirlərdən hansı poemanın ideya məzmununu daha dolğun ifadə edir? Poemada şairin vətən sevgisi, onun təbiətinə vurğunluq, yurdaşlarına dərin məhəbbət və rəğbət hissi öz əksini tapmışdır. Bunu saxlayaq, yəni əsas ideya məzmunu axtarmalıyıq. Poemada şairin yurdaşlarına, doğma vətəninə dərin məhəbbəti, onun təbiətinə vurğunluq, ciddi taley yüklü problemlərə münasibəti öz əksini tapmışdır. Fikir versəniz, burada ciddi taley yüklü problemlər sözünü də artırmaqla daha dolğun idi variantı. Digərinə baxaq. Milli azadlıq mübarizəsinə çağırış əksini tapmışdır. Bu yanlışdır. Başının üstünü duman alan, məhrumiyyət içində çapalayan yurdunu yaman günə salanlara niyyətini gizlətmir. Əsas mahiyyət, yəni düzdür, bu var idi, amma əsas mahiyyət bu deyildi. İdeya məzmununu dolğun ifadə edən variantı tapmalıyıq. Elə cavabımız B variantı olacaq. Vətəni yana düşən qərib ağlamasını neyləsin? Belə bir ifadə də yoxdur. Heydər Babaya salam. Poemada əksini tapmış ciddi mətləblər. Kəndin dolanışığı düzdür. Ədalətsizliyin, haqsızlığın tüğyan etməsi. Bəli, bu ifadəyə də biz burada rast gəlmiş oluruq. Milli azadlıq mübarizəsində gizli çağırış. Gizli çağırış var idi. Bilirsiniz nədir? Orada deyir ki, Heydər Baba, mərd oğullar doğginən. Yəni deyirsən tut o qurdları boğginən. Qoy deyir malqara ayın şayın otlasın. Yəni daha rahat yaşasınlar. Həm malqara, həm insanlar və s. Bu ifadələr var, yəni gizli çağırış, mərd oğullar doğginan deyir. Məsnəvi şəklində qafiyə eləmişdir, yanlışdır. İkinci Dünya müharibəsi mövzusuna yer verilməyib. Yəni bunlar yanlışdır. 1, 2, 3-ü doğru cavab kimi götürdük. Heydər Babaya salam poemasında şair vətənini, el obasını, onun hər qarış torpağının daşını sevir. Bəli, bu fikir doğrudur. Ünsiyyətdə olduğu və olmadığı həmyerlərini sonsuz məhəbbətlə sevir. Bu da doğrudur. Xatirələrini danışmaqdan yorulmur, aşıb-daşan məhəbbət dolu hisslərini ifadə etməkdən usanmır. Fərəz sevinç hisslərini özünə hakim kəsilmiş
deməli, şirin acılı düşüncələrini hamı ilə bölüşmək istəyir. Bəli, heca vəznində beşlik şəklində yazılıb. Bu fikir olaraq doğrudur, amma bizdən şərtdə nə istəyir? Şairə aid olsun deyir. Çox diqqətli olun bu məqamlara. Deməli, şairə aid olan fikir kimi biz yalnız 1, 2, 3, 4-ü verəcəyik. Poemasında deyir, yer verilmir. Gecə nağılın danışılmasına, bəli, bu ifadəyə yer verilmişdir, deyir Qarı nənə bizə nağıllar danışardı. Külək qalxıb deyir qapbacanı döyəndə, qurd keçinin şəngülüsün yeyəndə, mən qayıdıb bir də uşaq olaydım. Bir gül açıb ondan sonra solaydım. Deməli bu ifadə doğrudur. Sonra qış gecəsində kəndlilərin bir yerə yığışıb deyib gülməsi, bu doğrudur. Bu ifadədə var. Adaxlı qızın bəy corabını toxumasına işarə verilib. Bəli, adaxlı qız bəy corabını toxurdu. Bayram selinin qarşısına gələni silib süpürməsinə, bunu biz yanlış götürəcəyik. Yəni burada bir yanlışlıq var. Sonra xanım nənənin yad edilməsinə, bəli, Fatma nənə deyir, mənə corab bağladı, xan nənəmi yada salıb ağladı. Deməli, burada yer verilmədiyi ifadəsi 4-ə aid olacaq. Cavab oldu D variantı. C variantı. Heydər Babaya Salam poemasında yer verilir. Doğrudur. Hacı xalanın çayda paltar yumasına, bəli, Hacı xala çayda paltar yuyardı. Mir Mustafa dayının məclislərin, məscidlərin görkəmi olmasına, bəli, buna da doğru deyəcəyik biz. Ümumiyyətlə, Mir Mustafa dayı burada saqqallı Tolstoy baba kimi təsvir edilir, yəni ona bənzədilir. Üstəlik çox zarafatçıl biri imiş. Eylərdi deyir, yas məclisini toy baba. Yəni yasa girərdi, o qədər zarafatlar edərdi, insanlara əyləndirərdi ki, yası toya çevirərmiş bu adam. Amir Qafar dayının haqq ədalət tərəfində durduğuna doğru fikirdir. Günlərimizin bir-birindən yaman olmasına fikir doğrudur. Günlərimiz deyir bir-birindən yaman. Sadığın damlarını suvarmasına fikir doğrudur. Molla İbrahimin özü və evinin qalmasından deyir. Molla İbrahim özü və evi qalır. Deməli, yer verilir ifadəsində doğru və yanlış baxımından biz 1, 2, 3-ü götürəcəyik. Digərləri də doğrudur, amma yanlışın altında verilib. Heydər Babaya Salam poemasında bənzədilənlər Yusifə bənzədilir. Doğrudur. Müəllifin özü Yusifə bənzədilir, Yaquba bənzədilən dağın özüdür, Tolstoya bənzədilən Mir Mustafa dayıdır. Yanlışdır, gəlinə bənzədilmə. Atası haqqında məsələn deyir ki, gözəllərin axıra qalmış idi. Bəlkə bunu nəzərdə tutmaq olar. Deməli, fikir doğrudur. Dağlara bənzədilmə. Bəli, deyir ki, ancaq sənə bənzər də sinələr var. Yəni, dağların sinəsi qədər, Şəhriyarın sinəsi də, belə deyək, gileyli idi, zəngin idi, nə qədər xatirələr saxlamışdı, bunu da göstərə bilərik. Adını verməsi ilə deyir, qədiklərdə qurdları tutboq ginən. Bu ifadədə özünü göstərə bilər ki, yəni o qurd xalqa aman verməyən insanlardır. Xalqa aman verməyən insanlar. Müəyyən mənada bunu biz götürə bilərik əslində. Yəni bənzədilmə kimi. Düşünürəm ki, elə bu da doğru cavabdır. Yəni bənzədilmə var. Ona görə də doğruların altından 1, 2, 3-ü biz götürməliyik. Elə bir variant yoxdur. Cavab burada C variantı verilib. Mən altını doğru hesab eləmirəm. C variantını götürdük. Onu da əsaslandırdım ki, yəni qurda bənzədilmə nə üçündür? Qədiklərdə qurdları tut boğ ginən. Xalqa əziyyət verənlər qurda bənzədilir. Poemanın məzmunu ilə səsləşən atalar sözlərini müəyyənləşdirin. Vətənə gəldim, imana gəldim. Bəli, göstərə bilərik. Şəhriyar qayıtmışdı vətənə. El igidləri ilə tanınır, bəli. Deyir, namərdləri tutub boğmaq üçün mərdigidlər doğginən. El bir olsa da oynadar yerindən. Bəli, bunu da doğru götürə bilərik. Vaxt atlı biz piyada. Doğrudur. Deyir ki, vaxt keçəcək, gedənlər gedəcək, gedənlərdən bir ad qalacaq, söz qalacaq. Bu doğrudur. Mərdigidlər süfrə açar, ad alar. Bu da doğrudur. Mənim atam deyir, süfrəli bir kişi idi. El əlindən tutmaq onun işi idi. Vətəni yadına düşən qərib ağlamasın, neyləsin? Elə bunu da doğru götürmək olar. Çünki deyir, Heydər baba, gəldim səni yoxlayam. Sənə deyir, qəlbimin, dərdimin sirrini bölmək istədim. Gəlib gördüm ki, deyir, halbuki ən dərdli, qəmli günlər səndəymiş. Acı şərbət səndəymiş. Deyir ki, gəldim səninlə dərdimi bölüm. Yəni xatirələrimizi təzələyək səninlə. Dərdi bölüşmək istədim. Gördüm ki, elə qəmli, dərdli günlər elə sənin özündəymiş. Deməli, dağ müəllifin gözləntisini yarıtmayıb bu hissədə. Deməli, bütün fikirlərimiz bizim doğrudur. A variantı. Aşağıdakı xüsusiyyətlərin ən azı 3-ünün aid olduğu əsər haqqında doğru fikir. Hər halda ki, Heydər Babaya Salamın əsərindən gedir söhbət. Xalqın mənəvi gücünü və qüdrətini nümayiş etdirir. Ana dilinin zənginliyini ləyaqətlə əks etdirir. Bu, xalqın ruhundan, arzu və istəklərindən süzülüb gəlir, bəli, Heydər Babaya Salam poemasıdır. Xalqımızın adət-ənənələri xatırlanıb, uşaqlıq illərinin xatirələri əsərində yada salınıb. Şifahi xalq ədəbiyyatının ruhu, xalq etnoqrafiyasına məxsus cizgilər və canlı xalq dili bir-birindən qovuşmuşdur. Bu fikir, bəli, doğrudur. Heydər Babaya Salam poemasına aiddir və yadda saxlayın ki, həmin poema ədəbi dildə yazılmamışdır. Çünki deyir ki, gəldik, görüşdük, itmiş idik, barışdıq. Çünki o deməli şəkilçilər ədəbi dili ifadə eləmir.
Şəhriyarın Türkün dili əsərində şair barışa bilmir. Ana dilimizin sıxışdırılması ilə bəli, barışa bilmir. Azərbaycan dilinin başqa dilə qatılması ilə belə ağır vəziyyəti ilə bəli, növbəti qabardılan problemdir. Azərbaycan dilinin inkişafının ləngiməsi ilə bəli, vətənin parçalanması məsələsi burada yox idi. 1 3 4-ü götürdük. 34. Türkün dili şeirində ifadə olunan fikirlər daha yaxından səsləşir. Birinə elə bir söz söylə ki, ya yaşat, ya öldür, amma əsla yaralı buraxma. Belə bir ifadə yoxdur. Dil fikri o zaman daha yaxşı ifadə edə bilir ki, onu öz ahənginə uyğunlaşdıra bilir. Dilin fikri ifadə etməsi. Əsas mahiyyət də bu deyil. Dil xalqın ruhunun təzahürüdür. Dil onun ruhu, ruh isə onun dilidir. Bəli, xalq varsa dil var. Bu öz əksini tapırdı İstiqlal poemasında, Bəxtiyar Vahabzadənin İstiqlal poemasında. Orada da deyilir ki, dil varsa millət var, şan şöhrət də var. Dil yoxsa bunların heç biri yoxdur. Deməli cavab oldu C variantı. Kim özgə dili ilə tanış deyilsə, öz dili haqqında da heç nə bilmir, belə ifadə səslənmir. Çökən bir millət uçurumun tam dibinə çatmasa qalxmaq üçün təkan verə bilməz. Belə ifadəni də görmürük. Heydər Babaya Salam əsərində şair barışa bilmir. Farslaşdırma siyasəti ilə bəli, bunu doğru götürə bilərik. Şəhriyarın Heydər Babaya Salam əsərində şair barışa bilmir farslaşdırma siyasəti ilə. Bu ifadə yanlışdır. Yəni konkret olaraq biz bunu görmürük də. Əsas məsələlər ayrıdır. Kənd adamlarının təhsil ala bilməməsi ilə bu yanlışdır. Çünki təhsil alırdılar. Deyir məktəb qalır, uşaqlar dərs alırlar. Yəni bunlar var idi. 1-2-ni cavabdan çıxdıq. İnsanların hər bir zülmə dözməsi ilə bəli, bununla barışa bilmirdi. Neylərdin ilahi satirasındakı kimi. Kəndlilərin acılacaqlı halı ilə bu da doğrudur. Ərbabların xalqa zülmü ilə. Ərbabların xalqa zülmündən çox danışılmır burada. Ona görə yanlış götürəcəyik. 3 və 4-ü cavab olaraq götürdük. Üzərində rəqəm yazılmış hansı ifadələrə əsasən demək olar ki, əruz vəznində olan şeirin tərkibində folklorla bağlı bir janra aid nümunəni də işlətmək olar. Döşabsız xəşil olmaz ifadəsindən burada söhbət gedir. O da baxaq hardadır. Kənd əhli bilir ki, döşabsız xəşil olmaz. 7, 8, 9, 10 cavab oldu C variantı. Türkün dili əsəri əsasında nöqtələrin yerinə uyğun fikirləri müəyyənləşdiririk. Milli xarakterləri özündə əks etdirir. Bu doğrudur. Gəlin baxaq. Şəhriyar dilin inkişafına qarşıdır. Fikrin nəql etmə yolu ilə. Baxın, nəql etmə sözü burada yanlışdır. A variantına çıxdıq. Lirik qəhrəman başqa dillərin türk dilindən yarandığını bildirir. Təəssüfkeşdir. Başqa dillərin türk dilindən yarandığını bildirmir. Hər bir dil özü yaranmışdı. Sadəcə bizim dilimizdən başqa sözlər götürmüşdülər. Şəhriyar, bu dildə yazıb yaradanlar onun saflığını qorumağa borcludur fikrini irəli sürür və təhkiyəyə üstünlük verir ifadəsi yanlışdır. Bircə imtahanda da bu ifadələri diqqətlə təhlil edin. Yəni hardasa yanlışlıq çıxacaq. Lirik qəhrəman, Azərbaycan dili başqa dilə qatılmağı sevmir, vətənpərvərdir. Vətənpərvərdir, amma Azərbaycan dilindən burada söhbət açmamışdı. Türkün dilini qeyd edir. Ümumiyyətlə, ümumi türk dilinə münasibətini bildirir. Lirik qəhrəman, tali yüklü problemlər qaldırmış. Doğrudur, məcazlardan bol-bol istifadə edib, bəli, bu da doğrudur. Cavab olduğu Y variantı. 38-ci test. Anamın kitabı Gün var əsərlə bərabər əsərində qaldırılmış problemlər Türkün dili şeirini yazmağa vadar etdi. Deməli, diqqət yetirək. Milli mənəvi dəyərlər. Milli mənəvi dəyərlər, bəli, bunların hər birinə aid olan ifadədir. Beynəlmiləlçilik, Türkün dilində yoxdur məsələn. Anamın kitabında da. Yəni əsas məsələ burada milli mənəvi dəyərlərin ön plana çıxarılmasıdır. Soykökə bağlılıq, bəli, bütün əsərlərdə öz əksini tapıb. Ailə mənafenin üstünlüyü, belə ifadə yoxdur. Türkün dilində ümumiyyətlə ailə məişət məsələsi yoxdur. Ailə problemi yoxdur. Ana dilindən uzaqlaşmaq məsələsi Türkün dilində uzaqlaşmaq yox idi. Sadəcə o siyasətə qarşılıq yazılmışdı da. Gün var əsərlə bərabərdə də var. Anamın kitabı əsərində də var. Tansıqbayeva qardaşların simasında. Amma ana dilindən uzaqlaşmağı biz Türkün dilinə aid eləyə bilmirik. Deməli, burada 1 və 3-ü daha dəqiq götürə bilərik. Və sonuncu test. Şəhriyarın Türkün dili əsərindən əsasən cədvəldəki düzgün fikirləri müəyyən edin. Barışa bilmir. Dilimizə qoyulan qadağı ilə, bəli, barışa bilmirdi. Dilimizin inkişafının ləng edilməsinə çalışmaqları ilə, bəli, bununla da barışa bilmir. Dillərin bir-birinə söz alı verməsi ilə xeyr. Bunu əksinə, qabardır, deyir ki, qürrələnir bir növ şair bu cümlələrlə. Çünki deyir, fars şairi çox sözlərini bizdən aparmış. Yəni bizim dilimiz o qədər zəngindir ki, bizim dilimizdən sözlər götürənlər var. Dəyərləndirir. Ailə mənafeyinin qorunmasını, Türkün dilində bu məqam yoxdur. Dilinin əsil olmasını, bəli, bunu dəyərləndirmiş olur. Folklorumuzda dəyərləndirir. Deməli, düzgün fikirlər 1, 2, 5 və 6.
Cavab olacaq Y variantı. Ümid edirəm ki, bu izah da sizlər üçün faydalı oldu. Mənim ədəbiyyat və Azərbaycan dili dərslərimə qoşulmaq istəyənlər də 070 228 1197 nömrəsi ilə əlaqə saxlaya bilər. Diqqətinizə görə təşəkkür edirəm. Belə izahların daha çox olmasını istəyirsinizsə, kanala abunə olub, bəyənməyi unutmayın və paylaşmağınızı da sizdən xahiş edirəm. Sağ olun.